At familyası. İstefaya çıxmış general-mayor Buldeyevin dişi ağrıyırdı. O, ağzını araq və konyakla yaxalayır, ağrıyan dişinə müştük, qırtiryək, skiptar, neft qoyur, üzünə yod sürtür, qulaqlarına spirtli pambıq tıxayırdı. Lakin bunların heç bir köməyi olmurdu. Artıq pay onun ürəyini bulandırırdı. Həkim gəldi, Buldeyevin dişini qurtaladı, kinə yazdı, lakin bu da kömək etmədi. Ağrıyan dişin çıxarılması təklifinə də general razı olmadı. Evdəkilərin hamısı generalın arvadı, uşaqları, qulluqçusu, hətta aşpaz Petka da diş ağrısına qarşı öz təkliflərini söylədilər. Buldeyevin darğası İvan Yevseyiç də onun yanına gəlib diş ağrısını ofsunla müalicə etməyi məsləhət gördü. Dedi ki, zat ailələri, 10 il bundan əvvəl bizim qəzada Yakov Vasiliç adlı bir vergi yığan qulluq edirdi. Dişləri ofsunla sağaltmaqda o çox mahirdi. Bir də görürdün ki, üzünü pəncərəyə tutub pıçıldayır, tüpürür, elə o dəqiqədə dişin ağrısı kəsilirdi. Ona belə bir vergi verilmişdi. İndi o haradadır? İndi haradadır? O, vergi idarəsindən çıxarıldıqdan sonra Saratovda qaynanasının yanında yaşayır. İndi ancaq diş müalicə etməklə dolanır. Bir adamın dişi ağrıyan kimi onun yanına gedir. Kömək də olur. Saratovluları öz evinə də qəbul edir. Başqa bir şəhərdə yaşayanları isə teleqrafla müalicə edir. Zat ailələri, ona telegram vurun. Yazın ki, bir Allah bəndəsinin dişləri ağrıyır. Müalicə etmənizi xahiş edirəm. Müalicə pulunu da postla göndərərsiniz. Bu boş sözdür, fırıldaqçıdır. Zat ailələri, siz bir təşəbbüs edin. Arağa çox əristir. Özü də arvadı ilə deyil bir alman qadını ilə yaşayır. Söyüş söyəndir, amma heç belə məharətli cənab olmaz. General arvadı dilləndi. Alyoşa, telegram vur. Sən inanmırsan, amma mən bunu özümdə sınaqdan çıxarmışam. Sən buna inanmasan da xəbər göndərməyə nə var ki? Bundan əl-ayağın qurmaz ki. Buldeyev onlarla razılaşdı. Yaxşı da, siz deyən olsun. Belə bir vaxtda adam nəinki vergi yığana, hətta şeytanın özünə də telegram göndərər. Of, daha tab gətirə bilmirəm. Yaxşı, de görüm sənin o vergi yığanın harada yaşayır? Ona nə yazaq? General stol arxasında oturub qələmi əlinə aldı. Darğa dedi, Saratovda onu it də tanıyır. Zat ailələri, buyurub yazarsınız ki, Saratov şəhərində deməli ki, hörmətli ağa Yakov Vasiliçə. Sonra Vasiliçə, Yakov Vasiliçə. Familiyasını unutmuşam. Vasiliçə, Zəhrimar. Onun familiyası nədir? Buraya gələnə dək yadımda idi. İcazə verin. İvan Yevseyiç gözlərini tavana zilləyib fikirləşdi. Onun dodaqları tərpənirdi. Buldeyevlə arvadı səbirsizliklə gözləyirdilər. Hə, nə oldu? Tez ol görək. Bu saat Vasiliçə, Yakov Vasiliçə. Yadımdan çıxıb. Özü çox sadə familiyadır. Elə bil at familiyasıdır. Madyanov? Yox, Madyanov deyil. Dayanın. Yoxsa Ayğırovdur. Yox, Ayğırov da deyil. Onu bilirəm ki, ata məxsus bir şeydir. Ancaq nədir? Yadımdan çıxıb. Dayçazadə? Yox. Dayanın. Madyanlı, Madyanzadə, Qancıqov. Bu daha at familiyası deyil, it familiyası oldu. Dayçayev. Yox, Dayçayev də deyil. Atov, Atılzadə, Dayçalı. Yox, bunlar da deyil. Yaxşı, bəs mən ona necə yazım? Sən bir fikirləş. Bu saat Qulanov, Qulanlı, Qulanzadə. Generalın arvadı soruşdu. Bəlkə Yabzadədir? Yox, elə deyil. Alaşayev. Yox, bu da deyil. Yadımdan çıxıb. General acıqlandı. Ay səni öküz vursun. Yadından çıxıbsa bəs nə üçün baş beynimizi aparırsan? Rədd ol buradan. İvan Yevseyiç ağır-ağır otaqdan çıxdı. General isə əlləri ilə üzünü tutub otaqdan otağa gəzişməyə başladı. O, ahvay eləyə deyirdi. İlahi, bu nə dərddir mən düşdüm. Dünya gözümə dar olub. Darğa bağa çıxdı və gözlərini göyə dikib vergi yığanın familiyasını fikirləşməyə başladı. Ayğırçıyev, Ayğırçızadə, Ayğırçılı. Yox, belə deyildi. Atçıyev, Atçızadə, Atçılı, Madyanzadə. Biraz keçdikdən sonra onu generalın yanına çağırdılar. Yadına düşdü mü? Zat ailələri, heç cür yadıma sala bilmirəm. Bəlkə Atanovdur, Atanzadə, hə? Elə deyil.
Evdəkilərin hamısı cürəbəcür familiyalar icad etməyə başladılar. Atların yaşına və cinsinə aid hər cür familiya söyləyirdilər. Atın yalını, dırnağını, qoşqu ləvazimatını xatırladılar. Evdə, bağda, qulluqçu otağında və mətbəxdə adamlar o baş bu başa gedərək alınlarını ovuşdura familiya axtarırdılar. Darğanı tez-tez evə çağırırdılar. İlxıçıyev, İlxıçızadə, İlxıçıyev, İvan Yevseyiç, yox, heç biri deyil, deyərək cavab verir və gözünü yuxarı dikib fikirləşə-fikirləşə ucadan deyirdi. Alaşzadə, Alaşlı, Alaşlıyev, ata, deyə uşaq otağından çıxırdılar. Arabayev, Yuyanov, bütün malikanə bir-birinə dəymişdi. Əziyyət çəkən və daha ağrıya dözə bilməyən general vergi yığanın familiyasını tapan adama 5 manat pul vəd etdi. Adamlar dəstə-dəstə İvan Yevseyiçin dalınca gəzirdilər. Ona deyirdilər, Kəhərov, Kəhərzadə, Kəhərli. Axşam oldu, ancaq familiyanı hələ də tapa bilməmişdilər. Beləliklə, telegram göndərmədən yatdılar. General bütün gecəni yata bilmədi. Otaqda o baş bu başa gəzərək inildədi. Səhər saat 3-də evdən çıxıb darğanın pəncərəsini tıqqıldatdı və ağlar bir səslə soruşdu. Yortanov deyil ki. Xeyr zatələləri, Yortanov deyil deyə İvan Yevseyiç cavab verdi və bir günahkar adam kimi ah çəkdi. Bəlkə at familiyası deyil, başqa bir familiyadır. Zatələləri, doğru sözümdür, at familiyasıdır. Burası lap yaxşı yadımdadır. Qardaş, sən nə huşsuzsan? Bu familiya indi mənim üçün dünyada hər şeydən əzizdir. Lap əldən düşmüşəm. Səhər general yenə də həkimin dalınca adam göndərdi. Qoy gəlib çıxartsın, daha dözə bilmirəm. Həkim gəldi və ağrıyan dişi çıxartdı. Elə o saat da ağrı kəsildi. General dincəldi. Həkim işini qurtarıb əmək haqqını aldıqdan sonra öz arabasına minib yola düşdü. Darvazadan çıxanda İvan Yevseyiçə rast gəldi. Mızıldaya-mızıldaya deyirdi. Səməndov, Səməndizadə, Tapqırov, Tapqırzadə, Yəhərov, Qayışov. Həkim ondan soruşdu. İvan Yevseyiç, əzizim, sizdən 5 çetvert yulaf ala bilərəmmi? Bizim kəndlilərdə yulaf var, amma çox pis yulafdır. İvan Yevseyiç küt bir nəzərlə həkimə baxdı. Qəribə bir şəkildə gülümsədi və heç bir söz demədən əlinə vuraraq malikanəyə tərəf yürüdü. Elə sürətlə qaçırdı ki, sanki onu quduz it qovurdu. Özünü generalın kabinetinə soxub, sevinə-sevinə və qəribə bir səslə çığırdı. Zatələləri, tapdım. Allah həkimə can sağlığı versin. Yulafov, vergi yığanın familiyası Yulafovdur. Yulafov, zatələləri, Yulafova telegram göndərin. General qəzəblə al dedi və hər iki əlinin baş barmağını barmaqlarının arasına keçirib ona göstərdi. İndi daha sənin at familiyan mənə lazım deyil. Al. Son.